Sual verirlər ki, bir bacı ehtiyacına görə marketdə işləmək istəyir. Çörək və şirniyyat bölməsində. Lakin bildiyimiz kimi marketin başqa şöbələrində siqaret və içki də var. Və bacı bilmək istəyir ki, belə olan halda o həmin marketlərdə işləyə bilərmi? Cavab budur ki, alimlər qeyd edirlər ki, əgər marketin əsas qazancı halaldırsa, yəni əksər malları halal mallardır, lakin tərkibində müəyyən şöbələrdə içki və siqaret haram olan məhsullar da satılırsa, insan haram olan məhsullarla heç bir əlaqəsi olmamaq şərti ilə həmin marketlərdə işləyə bilər. Yəni, haram olan məhsullara satışı ilə məşğul olmasın, onları aparıb gətirməsin və s. Halal olan şöbələrdə şirniyyat, çörək və s. süd məhsulları bu kimi şöbələrdə işləyə bilər.